Yok, hala Qarşıları çox qeyri-adi, həyəcanlı bir gün yaşayırıq burada. Bu qarşısında dayandığımız evdə vaxtilə Azərbaycanın görkəmli ziyalısı, Şuşa ziyalısı və bütün Türk dünyasının böyük oğlu Yusif Vəzir Çəmənzəminli yaşayır. Onun yaşadığı evdir. İllər əvvəl burada lövhə də olmuşdu qarşısında. Səhv eləmirəmsə o lövhə indi qalıbmı? Qalıb. Erməni qoymazıq. Elə ona görə dağıdıb da. Bəli. Bu təzə lövhə. Demək, hətta bizim bura toplaşmamızın səbəbi odur ki, illərlə bu mövzuda araşdırmalar aparmışam, onu da qeyd edeyim ki, Yusif Vəzir Çəmənzəminli ilə bağlı tədqiqatlarla məşğul olmuşam. Artıq 30 ilə yaxındır, belə demək mümkünsə. Və növbəti 6-cı kitabım işığınızı görür. Azərbaycan qeyri-hökumət təşkilatlarına dəstək agentliyi tərəfindən layihələr bəyan edilib və çox gözəl bir dəstək almışıq onlardan ki, belə bir ziyalı haqqında əlbəttə ki, kitab çıxmalıdır. Və artıq kitabımız işığınızı görür. Kitabı gərək əlimizdə götürəydik, yoxsa o... Bəli, çox təşəkkür edirəm. Bu kitab işığınızı görür. Millət fədaisi Yusif Vəzir Çəmənzəminli irsinin izində. Bu kitabdır. Və biz bu kitabı mütləq bura gətirməli idik. Onun evinin qarşısında ona bir borcumuzu ödəməli idik ki, ey böyük ziyalı, biz sizi sevirik. Sizin eviniz inşallah abad olacaq. Bilirsiniz, işğal vaxtı daha da bərbad bir vəziyyətə düşmüş. İşğaldan sonra bərpada da inşallah ümid edirik ki, bura artıq gözəlləşəcək. Gələn il onun 140 illiyidir və repressiya qurbanlarının 90 illiyidir. O repressiya qurbanıdır. Adını da təsadüfi seçməmişik, millət fədaisidir. Millət yolunda canlı qoyan insanların qədri bilinməlidir, sözsüz ki. Əsasıdır. Nə gözəl ki, biz indi güllələnmiş heykəllər meydana tərəfdə tədbirimizi davam edəcəyik, təqdimat olacaq və o da simvolik məna daşıyır. Çünki bu böyük ziyalılar həyatlarını millət üçün fəda ediblər. Onlar bəlkə bəziləri ilə repressiya qurbanı olaraq ilə güllələniblər də. Yusif Vəzir də sürgündə xəstələnib, vəfat edib və onun məzarı belə sular altında qalıb. Məzarına belə hələ əl çatmır. Yəni, onlar da bu şəkildə həyatları güllələnib, belə deyək. Onlar da elə güllələnmiş insanlardır. Amma o güllə təkcə onların könlünə, onların heykəllərinə yox, millətimizin ürəyinə dəyən güllələrdir. Ona görə də bu acını hamımız hiss edirik. Kitab sevincini də istədik ki, hamımızla bərabər yaşayaq. Burada əslində mənim danışmağımdan əvvəl gərək ev sahibləri danışaydı. Burada Yusif Vəzir irsinin həm mənəvi, həm də ki, elə fiziki olaraq davamçıları var. Çox xoşbəxtdir ki, onun ailə üzvləri buradadır. Mən onun iki övladımla şəxsən tanış olmaq, ünsiyyət eləmək şansında olmuşam. Mənə çox kömək ediblər. Onun əlyazmalarından foto sürətlərini əldə eləməyə, məktublarını, bütün şəkillərini əldə eləməyə bu kitabda da minnətdarlıq yazmışam əziz ailəsinə. Və ailəsindən Orxan müəllim rəhmətliyin evlatları Leyla xanım Vəzirova, Pedaqoji Universitetinin professoru və Yusif Vəzirov eyni adı daşıyan və həm də onun kimi diplomat olan, yazıcı olan Yusif Vəzirov buradadır. Onun iki övladı buradadır. O iki övladı bizə Azərbaycana bəxş edən ana buradadır və o Günel xanım Vəzirova, Əlizadə, o Yusif Vəzir məhəbbəti ilə ona da keçib və Qarabağ türküsünün bəstəkarıdır. Biz gələrkən yolda onu səsləndirdik. İnşallah tədbirin sonunda da onu biz səsləndirəcəyik. Həmin o türküdə də Yusif Vəzirin YouTube kanalında var, onun şəkli də var, böyük Şuşa ziyalılarının şəkli var. Və burada görkəmli Yusif Vəzir sevənlər və görkəmli ziyalılar var, həm də onu sevən. Onun tədqiqatına, onun işlərinə, şəxsiyyətinə qiymət verən insanlar var. Burada yanımdan bir kəlmə deyim, uzatmayacağım, gün altındayıq və tədbirimiz olacaq. Mənim yanımda Urxun Qalabəyli var. Şuşanın məşhur nəsillərdən Qalabəyevlərin nümayəndəsi və hal-hazırda o da repressiya qurbanıdır. Hal-hazırda mən onun neçə illərdir babası Salman Mümtazın, ana tərəfdən babası da Salman Mümtazdır. Onun irsindən də məşğulam, araşdırıram. İnşallah bəzi kitablarda çıxmaqdadır. Böyük bir şəxsiyyətdir. Bizim könlümüzdən keçdi ki, o Şuşaya mütləq işğaldan sonra gəlməmişdi, gəlsin. Nə yaxşı ki, təklifimizi qəbul edib gəldi.
Firdun Qurbansoyeva bizim çox hörmətli qardaşımız, alim qardaşımız. Mən bu işi illərlə 2014-cü ildə mən müdafiə edəndə o 14-cü ilə qədər mənə o qədər istiqamət verib ki, Şəhərli bax bu əsərə baxsam burada belə məqamlar taparsan. Sanki qarşımda bir güzgü tutub ki, Yusif Vəzirəsində nələri tapsam daha yaxşı olar. Və ona da deyim ki, bir halda ki işin adını çəkdim. Məni sırf bu mövzunu götürməyə, bu Yusif Vəzir eşqinə salansa, Allah ona rəhmət eləsin. Bu Zəfərdən bir neçə ay əvvəl rəhməti getdi. Çəmən zəminşünas alim mənim əziz müəllimim, Professor Tofiq Hüseynov. Yeni bir orada cəmaatın qalmalı. Video hamısı. Lazımsa verərəm. Hamısını. Bugün biz burada büyük Türk oğlu, Şuşa ziyalısı, Azerbaycan'ın edebiyat ve medeniyet tarihinde görkemli izi olan ictimai siyasi tarih, Yusif Vəzir Çəmən Zəminlinin kitabının təqdimatını keçirdik. Millət fədaisi Yusif Vəzir Çəmən Zəminli İrsinin İzində adlı bu kitabın təqdimatında hamımızı salamlayıram. Tədbirimizə başlamazdan əvvəl istəyirəm ki, burada dövlət himni okunsun. Çünki bu himn həm də özəl mahiyyəti odur ki, Yusif Vəzir himnimizin yazılmasına çox arzulamış, mətbuatda bununla bağlı müraciətlər olmuş və bugün bizim artıq himnimiz var. Gəlin bərabər bu himni oxuyaq. Dağıdılmış evinin yerini ziyaret elədik. Məkanda Şuşada olmağını biz çoxdan arzuladık və bu arzu necə bizim arzumuz deyil. Bu həm də bizi bu kitabda, bu layihədə dəstək olan Azərbaycan Respublikası Agentliyi biz bunlara əvvəlcədən minnətdarıq. Yusif Vəzir Çəmən Zəminli Qardaş, mikrofonu düzgün tutmur, onunla tutalamıyorum. Şagirdlərimiz öz məktəbdə də bilirlər, Yusuf Vəzir Çəmən Zəminli kimdir. Amma nə dərəcədə hər kəs məlumatlıdır, bu biraz fərqlidir. Yusuf Vəzir Çəmən Zəminli haqqında yenə deyirəm, uzun uzadı məlumat verməyəcəm, yorucu ola bilər. Qısaca deyə bilərəm ki, o Azərbaycan ədəbiyyat mədəniyyətində, ictimai siyasi həyatında öz izini, öz gözəl rolunu oynamış bir insandır. Yusif Vəzir Çəmən Zəminli repressiya qurbanıdır. Yusif Vəzir Çəmən Zəminli Yusuf Vəzir Çəmən Zəminli Azərbaycanı
Türkiye'de, Azerbaycan Cumhuriyeti, Türkiye'de. Yani ben hatırlatmak isteyen büyük hürmetle ruhuna minnettarım. O bizi necə yönetmese ve bu istiqamette yazdığımız kitaplar. Türkler Akademiyası'nın ilk yılında ben her zaman taşıyan bir orada hazırlandı, güzel bir təqdimat bu kitapta toplanmıştı. Bəs bu kitaba ehtiyac nədən yarandı? Millət fədaisi Yusif Vəzir Çəmənzəmili irsinin izində. Bu kitabda son illərdə və daha əvvəlki dövrlərdə tapıntılarının nəticəsi olan, onun yəni ilk dəfə Rebeşnaslıqda mənim kiçik bir uğurum sayıram onu. Onun bir gizli imzasını tapmışdım. Zərəs, qızıl at anlamında olan imza. O imza ilə yazdığı iqtisadiyyatla bağlı məqalələr. Sonra Millət qəzetində 1918-ci ildə Simferopolda Ağ Məscid adlanırdı o vaxt. Orada çıxan Millət qəzetində onun silsilə məqalələri ki, onları biz əski əlifbadan, qrafikalı əlifbadan çevirmişik hamısını. Və onlar da ayrı bir kitab kimi əslində Krım məqalələrini ayrıca çıxaracaq. Amma sonra düşündük ki, bir halda ki, bu illər ərzində mənim tapdığım ayrı kitablarda çıxan məqalələr, felyetonlar, sonra ayrıca hazırladığım Krım məqalələri ayrı-ayrı kitablarda qalacaq. Onlar hamısı bir yerdə olsun və çox da arzu edərdik ki, bir halda ki, onlar 70-ci illərdə olan üçlüklərdə, 2005-ci ildəki üçlüklərində çap olmuyor və o üçlüklərin əsərləri tapmazsınız. Ona görə də o ayrı bir kitabda olsun və oxucuların əlinə çatsın. Ümid edirik ki, gələcək çox üçlüklərdə həmin əsərlər öz əksini tapacaq. Təşəkkür edirəm və mən sözü çıxışçılara verəcəm. Birincisi Yusif Vəzir Çəmənzəmilinin nəvəsidir. Leyla xanım Vəzirova, onu bir alqışlayaq Yusif Vəzir övladı kimi. Elə söz vermədən əvvəl ikinci nəvəni də alqışlayaq. Yusif Vəzirov eyni adda onun diplomat və yazışı nəvəsi. Əvvəlcə Leyla xanımdan başlayaq. Çünki Leyla xanımdan başlamalıyıq bir də ikinci səbəbdən əziz ona görə ki, o həm də Yusif Vəzir irsinin tədqiqatçısıdır. Necə ki, burada məqalələr, felyetonlar, onun publisistik irsi burada bu kitabda sizə təqdim olunur. O özü də elə publisistik irsini araşdırıb illər öncə o mövzuna monografiyası çap olunur. Ona görə də mən ona həm nəvə kimi, həm də tədqiqatçı kimi söz verirəm. Söhbəti uzatmadan buyurun. Salam, hörmətli tədbir iştirakçıları. Hamımızı çox şadam burada görməyə, günün altında əyləşdiyimizə və bizi burada dinləməyimizə görə öz şəxsi minnətdarlığımı bildirirəm. Bugün bizim ailə üçün, şəxsən mənim üçün çox böyük əlamətlər gündür. Biz bu günü çox gözləmişik, şəxsən mən özüm bugün çox gözlədim və nəhayət bugün gəlmişdir. Bugün biz toplaşmışıq kitab təqdimatına. Şəlalə xanım tərtibatçısı olan bu kitabın müəllifi olan Şəlalə xanım artıq kitab haqqında məlumat verdi. Mənim üçün burada çıxış eləmək həm də kitab məsuliyyətidir. Mən həm bu kitabın rəyçisiyəm, həm də ki, ailənin nümayəndəsiyəm. Yəni, hər tərəfdən mənim üzərimdə böyük bir məsuliyyət var. Biraz kitap hakkında danışacağım, biraz irsinə gələni, Popnədə onu araşdırıb ki, və o baxımdan da o kitaba o adı verilir. Amma mənə elə gəlir ki, azdan çoxdan Çəmənzəmili irsinin bilgiciləri olan bizim millətin nümayəndələri, yəni şərt deyil ki, kimsə filolog olsun ya araşdırmacı olsun. Sadəcə millətin nümayəndəsi və Yusif Vəzir sevənlər. Artıq onlar da bu addan razılaşarlar. Çünki onun bioqrafiyasından tanışdılar, onun keçdiyi şərəfli və əzablı yolla tanışdılar. Ona görə də hamımız bu kitaba verilən addan tam razıyıq. Kitabın içindəkiləri haqqında mən sizə məlumat verməyəcəm, çünki özünüz oxuyacaqsınız və özünüz təbii ki, sizə fikir formalaşacaq. Mən bir dənə onu demək istəyirəm ki, bu kitaba təbii ki, əsasən bu illərdən qabaq çap olunan kitablarda onun daxil olmayan məqalələri toplanıb, araşdırılıb,
bu baxımdan elə necə deyirlər, bu kitabın aktuallığı və yeniliyi ondadır. Amma burada mən yenə də bu Kəməzəmili haqqında deyiləndə onun öz doğma, sevimli şəhəri haqqında dediyi sözləri də mən burada tapdım. Əvvəlini sadəcə mən indi onu əzbər kimi deməyəcəm sizə. Hamımız Kəməzəmili sevənlər bilirlər ki, o müxtəlif şəhərin, Şuşa şəhərində müxtəlif bir istəyir yay olsun, istəyir qış, payız, hamısına hər bir deməli təsvirini verir və axırda qürur hissi ilə deyir ki, bu mənim şəhərimdir. Həqiqətən bu günləri burada, şəhərin mərkəzində, azad Şuşada yenə də demək ki, bu mənim şəhərimdir. Hal-hazırda bu bizim hamımızın şəhəridir. Bütün Azərbaycan xalqının şəhəridir. Və bu mənə o qədər qürur hissi verir ki, bu günləri bu yüksək kürsüdən Şuşa əhalisinin, Şuşalıların, hörmətli Şuşalıların qabağında, tədqiqatçıların, əziz qonaqların qabağında çıxış eləmək, bu mənə böyük bir qürur hissi verir. Mən bu kitabın ərsəyə çıxmağında ilk növbədə Şəlalə xanıma çox böyük minnətdarlığımı bildirmək istəyirəm. Çünki mən bilirəm ki, o bu kitaba ad verib, deməli, millət fədaisi, mən isə həmişə Şəlalə xanıma deyirəm, elm fədakarı. Yəni burada təbii ki, oxşarlıq vardır. İnsan nəyəsə əgər fəda edirsə, onun təbii ki, nəticəsi olur. Şəlalə xanım da elm fədakarıdır və bu kitab onun sonuncu kitabıdır. Axırıncı, yox axırıncı olsun inşallah arzulayıram. Əminəm ona. Mən özüm də bu kitaba rəy vermişəm. Birgə zəhmət çəkilib. Bu kitabda ön söz yazana, rəyçilərə, bütün əməyi olanlara, burada çoxdur əmək çəkənlər. Onların adlarını hamısını çəkə bilməyəcəm, oxuyanda özünüz görəcəksiniz. Hamısına minnətdarlığımı bildirirəm və kitabın oxunuşuna, necə deyirlər, uğur arzulayıram. Mən bilirəm ki, bu kitab çox məmnuniyyətlə oxunacaq, bir formalaşacaq və yeni fikirlər yaranacaq və yeni də kitablar yaranacaq. O ilə mən bütün bizim hamımızı təbrik edirəm ki, nəhayət bu kitab ərsəyə çıxıyor. İlk növbədə mən Şəlalə xanımı bir müəllif kimi təbrik eləmək istəyirəm və hər dəfədə mən deyirəm ki, türklərdə bir gözəl bir kəlam var ki, nə yapırsan yap, aşk ilə yap. Şəlalə xanım bunu da aşk ilə yapıb, bütün kitabları kimi. Çünki başqa cürə mümkün deyil. Bu aşkda ilk növbədə Kəməzəmiliyə olan məhəbbətdən irəli gəlir. Şəlalə xanım alimdir, amma onun araşdırdığı alimlərin Sərlərdir. Amma ondan əlavə orada sizə maraqlı ola biləcək bir məqamda deyim, orada ayrı-ayrı bölümlər altında vermişik biz əsərləri. 2 bölüm fərqlidir. Mən o bölümün əvvəlki Şuşa elindəki kitabda da orada bir Şuşa, bu mənim şəhərimdir bölümü əlavə edilmişdim. Orada Yusif Vəzirin özünün Şuşa haqqında, bilirsiniz ki, onun əsərləri, hətta mən baxdım Şuşanın saytında, o hoşuma gəldi. Yəqin ki, onu araşdırıblar, heç mən o şəkildə araşdırmamışdım, kim daha çox yazır. Yazmışdılar ki, Şuşa ziyalılarına, Şuşalı yazıcılardan, Şuşa haqqında əsərlərində yazan, ən çox yazan Yusif Vəzir Kəməzəmilidir. Və oradan bəzi onun əsərlərində həm ilmi, həm publisistik, həm də bütün hər janrda olan əsərlərindən seçmişdim seçimdə. Mən heç bir şeyə söz vermədən əvvəl niyə mən o sözü oxumaq istəyirəm Yusif Vəzirdən. Tarixi, coğrafi, iqtisadi Azərbaycan əsəri 1922-ci ildə o İstanbulda onu çap etdirmişdi. Orada belə bir məqam var. Deyir ki, Firidun bəy Köçərli Şuşanı şairlər yuvası deyə adlandırır. Sanki bu şəhər bir çox şairlər vücuda gətirmiş. Böyük mütəfəkkir Əhməd bəy Ağayev, Azərbaycan ədəbiyyatı müqəddidi Firidun bəy Köçərli, teatr nəvis Əbdürrəhim bəy Haqverdiyev və Nəcəb bəy Vəzirov, birinci Türk və İslam opera nəvisi, kompozitoru Üzeyir bəy Hacıbəyli kimi bir çox müqtədir zatlar hep Şuşanın məhsullarıdır. Qafqaziyanın məşhur xanəndə və sazəndələrini Qarabağ yetişdirir. Düzdür, mənim yanımda əyləşən şəxs ədəbiyyatşünas alimdir, amma onun bu musiqi ilə bağlılığı nədir? O həm də Azərbaycan Milli Konservatoriyasının professoru Firidun Qurbansoydu. Mənə bütün tədqiqatlarımda böyük qardaş kimi dəstək olan, mənəvi müəllim olan Firidun bəyə təşəkkür edərək sözü ona verirəm.
Çok sağ olun. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Evvel Romanovlar sülalesi, ondan sonra da Bolşevikler, Rus şövalyizmi siyasetini devam ederler. Bu siyasete mane olanları da aradan çıkarmaya çalıştılar ve bunu bacardılar. Ama aradan çıkarttıkları, cismen məhv elədikləri insanlar ruhen bütün o sistemden güclü olduğu için tezden qarakter kaldı. İndi biz ne Romanovları, ne Bolşevikləri hatırlamıyoruz. Ama kaldık taleyinde iz bırakan, ışıklı iz bırakan böyük aydınları yada salırız. Onun şərəfinə görüşlər təşkil edilir. Böyle bir tutarları ümumiyyətlə şərait böyle bir tədqiqatçıdır ki, hansı mövzudan yazısı yazsam, hepsinin 3'te 2'si mənim kitaba təsir edir. O kitabı əlsiyə götürüncə rahatlanmır. O cümlədən də bu kitab. Bu kitab mənə elə gəlir ki, bizim beynimizə, Yusif Nəzir haqqında düşüncələrimizə daha yaxşı işin salacaq. Sonra dilimiz haqqında, ümumiyyətlə bütün milli, mənəvi, maddi dəyərlərimiz haqqında olan sözlərini topladım. Nəyə görə deyəcəksiniz ki, millət fikir vadilərimiz? Bu söz Yusif Nəzirdən götürmüşəm onu. Elə kitabın əvvəlindəki epiqrafında olur. Nə deyir Yusif Nəzir? Deyir, imanım budur ki, yazılan sətirlər havaya getmir. Sağlam toxumlar kimi millətin saf və məhsuldar fikir vadilərinə düşür, yenilik və salamat olur. O doğrudan da haqlıydı bu fikirdə. Çünki onun yazdıkları, bu yazdıklarından doğulan yeni bizim Azərbaycanımız, oradan doğulan fikirlərlə yaşayan böyüyə gələcəyimiz var. Və o bütün Türk dünyasına səslənirdi. Ey ziyalılar, Qafqaziyanın böyük və bərəkətli bir qismi biz Azərbaycan türklərindəndir. Burada torpağın və mülkün çoxu bizim, dövlət bizim, onda yaşayan millətin çoxu bizim, danışılan dil bizim, ruhumuzu bəsləyən musiqi və ədəbiyyat bizim. Bəs Allahın o gözəl neymətindən yüz döndərirsiniz. Cürət ediniz, iş görünüz. Görürsünüz, o dövrdən belə səslənir. Bütün Türk dünyasını, Azərbaycanı, bütün ziyalılığı səsləyən, hərəkətə gətirən, bütün hərəkət verici qüvvələrin başında olan bir özəl qurum da var, bilirsiniz ki, o mətbuatdır. Mətbuat həmişə ən öndə gedib, Yusif Nəzir Nicat Kitabxanası adlı bir məqaləsi var ki, orada deyirdi ki, mətbuat millətin tərəqqisi yoludur. Millət addım atdıqca ayağının izi mətbuatda qalır. Burada çox önəmli mətbuat işçiləri var, hamısı bizi dəstəkləyirlər, bizim tədbirimizi çəkirlər, bizimlə bir yerdədirlər, bizi dəstəkləyirlər. Bir nəfər bizimlə bərabər gəlib, çünki o həm də bir ictimai birliyin sədridir, ortaq dəyərlər ictimai birliyinin sədri Aqil Cəmala söz vermək istəyirəm. Türkistan Media qrupunun rəhbəri, Türkistan qəzetinin başçısı. Buyurun Aqil bəy. Adınaydı, eyni zamanda bizim avtobusumuzlarla birlikte Yusif Nəzir Ringenlərini qanunu daşıyan bugün bizim bir yerde iştirak eden insanlar gelirdir. Bu həqiqətən mənim deyək ki, bu və bundan sonra Şuşaya gələcəyim səfərlər içərisində öz əlamətdarlığı ilə seçilir. Yusif Nəzir həqiqətən kitabdan adında görüldüyü kimi millət fədaisi olur. O bütövlükdə öz imzası ilə, Çəmənzəminli imzasını seçməklə Azərbaycanı öz imzasında birləşdirib. Bütövlükdə onun 55 illik fəaliyyətinə baxanda görürük ki, bu 55 ilə o qədər deyək ki, səfər trayektoriyalarında fəaliyyət edən sığışdırıb ki, bütövlükdə Türk dünyasını orada birləşdirib. Türkiyə olsun, Türkmənistan olsun, Özbəkistan olsun və digərlər olsun. Və onun məqalələri, elmi fəaliyyəti, ədəbi bədii fəaliyyəti hamısında millət fədaisi olaraq millətə işıq verən bizim həmin öz müasirləri ilə birlikdə insanlardan olub. Bəzən düşünürsən ki, bu şəxslər həmin dövrdə bir ansambl kimi Azərbaycan xalqını o vaxt qaranlıqdan işığa çıxartdılar. Onlara milli kimlik verdilər. Onlar olmasaydı bugün Azərbaycan xalqı necə ola bilərdi? Yəni, necə təşəkkür tapa bilərdi? Xüsusilə inşallah hamı qeyd elədi,
bizim həm də bir həmkarımız olub o da biliyor. Azərbaycan Milli Mətbuatının imzalarından biri olub, şanlı imzalarından biri olub. Belə bu kitabda da varaqlayanda mən gördüm ki, o vaxtı Yusif Ərzinin qaldırdığı məsələlər, bugün də bir sıra məsələlər var ki, aktualdır. O məsələlərdən birini xüsusilə qeyd eləmək istəyirəm. Qadın azadlığı ilə bağlı yazır ki, şəhərdə olan qadınların azadlığı bağlı yazır ki, köydə olan qadınlar şəhərdə olan qadınlardan daha sərbəst, daha azaddır. Xüsusən onların geyiminə vurğu salır, bildirir ki, köy qadınları rahat şəkildə üzləri açıq formada gedirlər, çöldə, bayırda işləyirlər, hərəkət amma şəhərdə bununla bağlı sıxıntılar var və buradakı sıxıntı da çox maraqlıdır ki, bəs o dövrdə də İran təsirini göstərir. Yəni üzərindən 100-130 il keçməyinə baxmayaraq elə məsələlər var ki, boş olmayan elə tendensiyalar var ki, bugün də davam edir. Ruhu şad olsun deyirəm və hər birinə təşəkkür edirəm. Təbrik edirəm inşallah. Əhəmiyyət daşıyan məsələlər içərisində əsasən ziyalı və millət məsələsi. Və o ziyalı və millət məsələsinin də həll olunmasında o ən birinci olaraq dil məsələsidir. Qadın azadlığı, ananın yeri, anaya olan dəyər və dil məsələsi. O deyirdi ki, dilimizlə Azərbaycan qadınının azadlığı əgər hər şey qaydasında olarsa, onun inkişafı üçün yol açılarsa, millətlə irəliləyir. Dil məsələsi indi də bugün də ən öndə olan məsələlərimizdən biridir. Yəni bir milləti həyatda qalması üçün ən önəmli atributlardan biri də bilirsiniz, dildir. Yusif Əzir deyirdi ki, dilsiz bir millət cansız bir bədən kimi. Təsəvvür edin ki, o dilə nə qədər dəyərlidir. Deyirdi ki, bunu düşünməliyik ki, ana dilimizin tənəzzülü millətimizin tənəzzülüdür. Ona görə Türk dilinin genişliyinə çalışılmalıdır. Bu dili sevməlidir, bunda danışmağı eyb yox, fəxr hesab etməlidir. Bunu Yusif Əzir də 1914-cü ildə deyir. Burada dillə bağlı söhbəti açdım və istəyirəm ki, Dilçilik Institutundan burada gəlib iştirak edən həm bizim Mərkəz Milli Araşdırmaları İctimai Birliyinin üzvü, həm də ki Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimə adına Dilçilik Institutunun əməkdaşı, gənc alim Aytən Hüseynova qəhrəmanlıq iştirak edir. Məsələn, 2023-cü ildə Şəlalə Ana Millətinin tərtib etdiyi Şuşada doğulan dilçi alim Yusif Əzir Çəmənzəminli kitabı onu bizə bir dilçi alim kimi də tanıtdı. Düzdür, Yusif Əzir Çəmənzəminlinin dilçilik görüşləri tədqiqata əvvəl də cəlb olunsa da, lakin bu kitabda onun məlum olmayan, dillə bağlı məlum olmayan məqalələr də yer alır. Məsələn, kitabın sonuncu bölməsində Bəlşəra xanım özü səsləndirdiyi kimi dillə bağlı fikirlər var. Məsələn, ana dilinin tənəzzülü, millətin tənəzzülüdür. Bu kimi fikirlər bizə bir daha xatırladır ki, ana dilimizi qorumaq, onu gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Mən Şəlalə xanıma əziyyəti, zəhməti mənim gözümün qarşısında olub özlə qeyd elədim. Və ümid edirəm ki, inanıram ki, Şəlalə ana hürmətinin böyük zəhmətin nəticəsində ərsəyə gələn bu kitab gələcək tədqiqatlar üçün də bir məxəz olacaqdır. Çox sağ olun. Deyirdi ki, millətin fikir vadilərinin səhvlərini toplumlar adlandırırdı, yazdığı səhvləri. Ona görə də həmin onun bu millətin fikir vadilərinə səhvliyi, o toxumları, o inci danələri olan fikirlərindən bir səsləndirmə eləyərək sözü növbəti çıxışlıya verəcəm. Yusif Əzir xarici siyasətimizin 1919-cu ildə yazdığı xarici siyasətimiz adlı əsərində belə bir fikir var. Deyirdi ki, dünyada hər bir dövləti təşkil edən 3 amildir. Torpaq, millət və hakimiyyət. Bugün Azərbaycanda bu 3 amil mövcud olduğu üçün Azərbaycan müstəqil bir məmləkətdir. Dünyada ən böyük qüvvələrdən birisi əfkar-ı ümumiyyədir. Topdan, tüfəkdən və zirehlilərdən də bu qüvvə böyükdür. Odur ki, hər kəs istər ki, bu qüvvəni əldə saxlasın. Bizim dinlədiyiniz üçün bəlkə çıxış eləmək istəyirdiniz, hava istidir, bəlkə də tələsirsiniz, tədbir bir an öncə etsin. Ürək sözü olan varsa söz verə bilərik. Burada çox hörmətli şəxslər iştirak edirlər, yəni onların hər biri bizim üçün qiymətlidir. Amma çıxış eləmək, yəni ürək sözlərinizi sonra kitab oxuyandan sonra bəlkə demək istəyən varsa, amma bir nəfəri görürəm mən burada qarşıda. Kərim Kərimdir, Şuşanın ən qiymətli ziyalarından biri. Mən istəyirəm o da özürək sözünü bilsin, sonra biz yekunlaşdıralım. Bu səbəb gözəl bir nəticəyə görə
Sizi təbrik edirəm hamınızı. Bu layihəni düşünənlər, həyata keçirənlər və nəticəni götürüb Şuşaya gələnlər hamınız çox sağ olun. Bu bizim üçün həqiqi mənada fərəhli bir hadisədir. Ümid edirəm ki, səsimi eşidirsiniz, elədirmi? Və vaxtınızı çox almaq istəmirəm. Bir neçə kəlmə Yusif Vəzir haqqında demək istəyirəm. Bilirsiniz ki, mən dünən qeyd eləmişəm, həmişə rəhmətli Süleyman Rüstəm demişəm, sol cibimdə ürəyimin başında gəzdiyim bir şəxsiyyət vəsiqəm var. Burada Şuşa şəhəri Çəmənzəminli küçəsi ev 7 mənzil 2. Məhz bu ünvana görə illərdir mən vəsiqəni dəyişmirəm. Bu mənim Şuşadakı qeydiyyatımı göstərən yeganə sənəddir. Və çox sevinirəm ki, bugün mənim ünvanında yaşadığım böyük şəxsiyyətin tədbirində iştirak edirəm. Bu, həm də onu demək istəyirəm ki, mən Yusif Vəzirin lap ilk gənclik illərindən, deyək ki, bir cavanın dəftərindən, lap həyatının o əzablı repressiya qurbanına çevrildiyi vaxtlarına qədər hamısını oxumuşam. Romanların, onun haqqında yazılanları, yəni əlimə keçənlər təbii ki. Və mənim ən çox sevdiyim şəxsiyyətlərdən, Şuşanın yetirdiyi dahi şəxsiyyətlərdən biri Yusif Vəzir Çəmənzəminlidir. Təbii ki, hamı burada onun Çəmənzəminli təxəllüsünün nədən yarandığını bilir, onu vaxtınızı almaq istəmirəm. Və burada xüsusi bir şeyi qeyd eləmək istəyirəm. Həm Yusif Vəzirin araşdırmaçıları buradadır, həm ailə üzvləri buradadır və həm də onu sevən adamlar buradadır. Siz bilirsiniz ki, Əli və Nino uzun illərdir mübahisəli bir mövzudur. Və mənim şəxsi qeyd etmək istədiyim bir məsələni nəzərdə tuturam. Elə yaranları var ki, onu Şuşada yaşamayan adam, Şuşanı qarış-qarış gəzib dolanmayan adam heç vaxt bilə bilməz. Yəni ümumi adlar var. Misal üçün Cıdır düzü, Topxana meşəsi, Xan qızı bulağı falan bu şeyləri hamı bilir. Amma misal üçün Həyxananı yalnız Şuşalılar bilir. Şuşanın aşağısında bir əhəxana var idi. Orada əhək yandırırdılar. Xalq o qədər dilində demişdi, təkrar eləmişdi. Bu tamamilə belə deyək, təhrif olaraq Həyxana şəklində işlədi. Deyir ki, məsələn, Həyxananın yanında durmuşdum, bir də gördüm Dilqəm Əhməd gəlir. Amma Həyxana haradır onu bilməyən adam bilə bilməz. Yusif və həmin Əli və Nino əsərində elə yer adları, elə sözlər var ki, onu ancaq Yusif Vəzir bilə bilərdi. Hər hansı bir Əsəd bəy, hansısa bir başqa bir, hətta deyim ki, belə əstəğfurullah, Peyğəmbər olsaydı da belə onu bilə bilməzdi ki, Şuşada belə bir yer var. Deyir, Dovtələbdən Uşmuxacan yaşıldır, ana yurdum, sənə qurban başımdır. Dovtələbin, Uşmuxun har olduğunu Yusuf Vəzir bilə bilərdi. Başqa heç kim onu bilə bilməzdi və onu yaza bilməzdi. Tutaq ki, Şuşada bir Ərim gəldi adlı bir yer var. Oranı Şuşalılar bilə bilər ki, o niyə Ərim gəldidir, niyə Ərim gəldi deyirlər və yaxud ondan biraz aşağıda Çanaqqala deyilən bir yerimiz var, bax, buradadır. Çanaqqalanı Yusuf Vəzir bilə bilərdi də. Əsəd bəy və yaxud Məmməd bəy başqa bir Esenbaum, nə bilim, kim oldu, bunu təhqiramlı şəkildə demirəm, ha. Səmimiyyətlə deyirəm ki, bunu başqa bir müəllif bilə bilməzdi və yaza bilməzdi. Ona görə də mən ürəyimin, ruhumun, onurğamın, bütün hisslərimin, bütün varlığımın bütün hissləri ilə hiss eləyirəm ki, o Yusuf Vəzirin əsəridir. Bunu başqa heç kim yaza bilməzdi. Və sonda burada məhz Azad Şuşada belə bir tədbirin keçirilməsini təşkil edənlərə və buradakı yerli idarə edənlərə də hamısına təşəkkür edirəm ki, Şuşada belə bir ənənə həmişə olub və bu ənənəni yenidən biz canlandırırıq. Ümid edirəm ki, çox danışmadım, çox sağ olun, bir daha təbrik edirəm. Mən də sözü uzatmadan iki kəlmə də yine Yusif Vəzirdən demək istəyirəm, çox önəmlidir. Hətta mən düşündüm ki, bu tədbirimizin adını, nəinki tədbirin, əvvəl düşündüm ki, kitabın adını qoyaq ki, bu mənim şəhərimdir. Sonra düşündüm ki, onu tam anlamda ilə Leyla xanım da bəyəndi, onun millət fədaisi sözü daha çox ifadə edir. Amma Yusif Vəzirin o sözü doğrudan da təsir ediyor. Deyir, dağ başında yazı, yayı, yaşıllığa, payızı, qışı dumana və qara bürünmüş bir şəhər təsəvvür edir. Bu mənim şəhərimdir. O mənimdir. Çünki onda həyatım oldu. Yusif Vəzir gündəliklərindən, elə uşaqlıq vaxtlarından gündəlikləri olur, bilirsiniz. Gündəliklərində də Şuşa məhəbbəti ya da Bakıda oxuyanla Şuşaya olan həsrətini dilə gətirir. Ümumiyyətlə Şuşa sevgisi onda böyük olur. Şuşanın hər daşını, hər dağını, dərisini, hər yeri o sevgi ilə təsvir edir, sözlə deyir, sözlə şəkil çəkir. Amma Yusif Vəzir necə sözlə çəkir, Yusif Vəzir həm də gözəl rəssam olur. Bu kitabda o məqamı da istəyirəm baxasınız, hətta hər birini bura salmadım. İnşallah gələcək nəşrlərdə
çox ciddiliklərdə onu eləyərik. Ən maraqlı məqam odur ki, kitabın sonundakı bu şəhər də burada dünən bizim getdiyimiz Beytar Ağa məscididir. Onu Yusif Vəzir özü Şuşa və Tipləri adlı 1909-cu ildə səhvlərlərsə orada bir şəkil çəkib, rəngli qələmlə çəkdiyi şəkildir. Onun marketində həmin şəkil var. 3 hissəlidir. 2 hissədə Şuşada yaşayan insanlar, burada həyat tərzi, aşağıda isə həmin bu. Bu şəkil orada ona görə də verdik ki, bu həmin şəkildə də o Şuşanı öz təkcə qələmi ilə təsvir olunduğu burada kitabda görünməsin, həm də fırça ilə sözünü deyil. Fırça demişkən bir məsələni də mütləq qeyd təşəkkür etməliyim. Kitabın üst qabığında bir portret görürsünüz, Çəmənzəmli portreti. Yusif Hüseynov adlı rəssamın işidir. Biz bu portreti kitabın üzərində, çünki bizim muzeydə eksponatlar dəyərli və qiymətlidir. Kitabda ondan istifadə etmək üçün bizə izin verən hörmətli Milli Azərbaycan Muzeyinin direktoru, akademik, millət vəkili Rafael Hüseynova da minnətdarı. İzi olan insanlara minnətdarı. Kitabın elmi redaktoru Narin Məmmədliyə minnətdarı. Uzun illər o elm və təhsil nəşriyyatının direktoru olub, indi İlham Məmmədlidir. Oranın direktoru və kitab elm və təhsil nəşriyyatında çox gözəl bir şəkildə, nəfis şəkildə, inşallah siz də bəyənmişsiniz, işinizi görürlər. Öz sözün müəllifi, siyasi ilimlər özə təhsilə doktoru Tural Əliyevə minnətdaram. Onun Yusif Vəzir sevgisi çox böyükdür və bütün Yusif Vəzir sevənlərə minnətdar olduğum kimi ona da minnətdaram. Rəiçilər Leyla xanım Vəzirova, Azərbaycan Pedaqoji Universitetinin professoru, Firdun Qurbansoy, Azərbaycan Milli Konservatoriyasının professoru, hər ikisi buradadır. Bir rəiçimiz də gələ bilmədi, çox başqa bir önəmli tədbir üçün gələ bilmədi son anda. Mustafa Əliyev, Hacı Mustafa Bayroğlu, Əlyazmalar Üstünün böyük elmi işçisi, onun da böyük əməyi var kitab üzərində. Redaksiya heyəti, Mahir Həmidovu təşəkkür edirəm, yazmışlar mənim Məhləboğlu, Şərqşünas Üniversitetində sevdiyi, Gözəl Baxşəli, Tarix üzrə fəlsəfə doktoru və Məhəz Milli İrs Araşdırmaları İctimai Birliyinin yaranmasında təşəbbüskar olanlardan həm təsirçi və sədr müavinidir. O da özü səbəblə iştirak edənlərdir. Aytən xanım Hüseynova qəhrəmanlıq və yaxşı çıxış elədi. Filalı Güzəl Fəlsəfə doktoru Məhəzin Özlüğa təşəkkür edirəm. Səadət Nəsirova, Əlyazmalar Üzrünün baş mütəxəssisi. O da iştirak eləməyi çox arzuladı, görə bilmədi, ona minnətdaram. Nurani Çələdiyeva buradadır. Mənim ailə üzvlərindən, doğmalardan və məni dəstəkləyərək Məhəz üzvü olan, burada iştirak edən Nurani xanıma minnətdaram, redaksiya heyətinin üzvü olaraq. Ən böyük minnətdarlıq Yusif Vəzir ruhlandı. Kitabın ərsəyə gəlməsində maliyyə dəstəyi, mənəvi dəstəyi olan isə layihəyə dəstək verən Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatından dövlət dəstəyi agentliyidir ki, bizim bu layihəyə dəstək verdi, işinizi gördünüz kitabımız. Və son olaraq sözü yenə də Yusif Vəzirova verirəm. Nəvə Yusif Vəzirova. Sizin qarşınızda isə bir daha hər kəsə təşəkkür edirəm. Bütün Çəmənzəmli-şünasların, dünyasını dəyişənlərin ruhu şad olsun, qalanlara isə uğurlar arzulayıram. Keçirilən gözəl tədbirdə iştirakınıza görə hər birinizə çox sağ olun bildirirəm və təbii ki, bugünkü tədbirin, bugünkü mərasimin əsas səbəbkarı, kitabın müəllifi, çox hörmətli Şəlalə xanıma və bütün tədbir iştirakçıları ilə yanaşı tədbirin həyata keçməsində iştirak edənlərə ailəmiz adından, şəxsən öz adından təşəkkürümü bildirmək istəyirəm. Sonda da o demək istəyirəm ki, bir çox tədbirlərdə iştirak edəmişəm. Belə bir yeri ifadə əmələ gəlir ki, tədbir çox isti şəraitdə keçdi. O ifadənin əsl mənasını mən böyük başa düşdüm. Nəyə görə verilirlər. Hər birinizə bir daha təşəkkürümü bildirirəm. Allah sizə razı olsun. Çox sağ olun. Bülbülün zəmidə boy atsın sarı sümbülüm. Düşmən həsədindən qoy köks ötürsün. Qarabağda Türkün bülbülü ötsün. Düşmən həsədindən qoy köks ötürsün. Vaqifin türbəsi çirağı bana olsun. Şişanın
gelsin gönlüm